Gəlin 5 martın sınağına baxaq, testlərinə baxırıq. 7-ci testə baxaq. 7-ci testdə nə deyir? Both of the dictionary. Bilirsiniz ki, səhvdir. Niyə? Çünki bothdan sonra hər şey cəmdə olmalıdır. Dictionaries olmalı idi. Everydən sonra of gəlməz uşaqlar. Every one of olar. One of. Sonra deməli cavabımız 2, 3, 4 olur. İçdən sonra çünki sayılan tək simgələr düzgündür. No-dan sonra cəmdə gələr. Sayılan tək də gələ bilər. Sayılmayan da gələ bilər. No-dan sonra nə gəlməzdir? Z gəlməz, E gəlməz, N gəlməz, bir də N gəlməz. Bunları yadda saxlayın. Baxırıq 8-də cümlə qurma. Deməli bizim cavabımız 2, 3, 4, Y bəndi. 8-də cümlə qururuq. Birinci qoyuruq mübtədamızı qoymalıyıq. Kim? Fəhlilər, the workers. Üçüncü. Sonra gəlməlidir bizim xəbərimiz. Have been building, tikirdilər. Nə edirdilər? Tikirdilər. Sonra nəyi? Bu stadionu tikirdilər. 6, 2. This stadium. Gəlməlidir tamamlığımız. Mübtəda xəbər tamamlıq. Sonra da zaman zərfim var, gəlir. 4, 5 months. 4, 5. Deməli 31, 62, 45 D bəndi. Deməli birinci mübtəda, sonra xəbər, sonra tamamlıq, sonra əgər varsa zaman zərfimiz gələ bilər. 9-da baxın, depend-əcə baxırıq, onunla işlənir. Depend on. Deyir, do you think that our health depends on the weather? Sən düşünürsən ki, bizim sağlamlığımız havadan asılıdır. Depend on. Burada da Novruzun yanında day olduğu üçün biz uşaqlara 10 qoyuruq. Mən sizə demişəm, day gördüksə onu qoyursunuz. Amma eləcə Novruz olsaydı, nə qoyardıq? Ət qoyardıq. Çünki biz bayramlarda ət yeyirik. Amma day varsa artıq ət yemirik, 10 qoyuruq. 10-cuya baxaq. Yəlik hal soruşur. The child's toy was broken. Elə cavab budur. Deyir, uşağın oyuncağı sınıbdır. İndi baxın, uşağın oyuncağı apostrophedən sonra ismim gəlibdir və xəbərim var. Deməli, A bəndidir. Baxın, B bəndində is doingdir, davam edici zamandır. Elə right now-dan bilərsiniz ki, bu davam edici zamandadır. Burada has got-dur. Is playing yenə davam edici zamandadır. Is coming davam edici zamandır. Deməli, baxırıq burada nəyə? Clever zən olmaz. Clever er zən olmalıdır. Zəndə er şəkilçi qəbul eləməlidir. Burada er qəbul edib, amma əzəzdən işləməz. Çünki əzəz adi dərəcədə istəyir. As cleverest S şəkilçisi qəbul eləməz. Burada da əzin bir tərəfi yoxdur. As clever as olmalıydı. Cavab Y bəndidir. Deməli, bizdən close meaning nə deməkdir? Yaxın mənalı sözlər. Difficult çətin, hard çətin. Elə cavab B bəndidir. Slow yavaş, quick cəld antonimdilər. Wise ağıllı müdrik, dal can sıxıcı deməkdir. Səhvdir. Bunun sinonimləri hansı idi? Ugly, çirkin, nice, qəşəng. Bunlar da antonimdir. Excited, həyəcanlı, tayyət, yorğun. Bunlar üçün antonimlə də sinonim deyirlər. Sadəcə salıblar. 13-cü testə baxırıq. 13-cü testdə bizdən xüsusi sual cümləsi soruşur. Sizə bir cümlə deyim. Bunu əzbər yadda saxlayın xüsusi sualda. Where do you live? Sən harada yaşayırsan? Buna uyğun düsturu tətbiq edirik. Where nədir burada? Xüsusi sual sözüdür. Do nədir? Köməkçi feildir. Sonra gəlir kim, sən, mübtəda, live sənin xəbərin. İndi baxaq, where və yaxud da WH question deyirik buna və yaxud da how da gələ bilər. Burada fərqi yoxdur. Elə burada how gəlibdir. Düstur tətbiq edirik. Hamısında how much xüsusi sual sözü gəldi. Sonra nəyə baxırıq? Bizim nəyimiz gəlməlidir? İkinci, köməkçi feilimiz gəlməlidir. Baxaq, ikincidə köməkçi feil. Does, cost əsas feildir getdi. This computer mübtədadır getdi, mübtədadır getdi. Köməkçi feil deyəndə söhbət nədən gedir? Am, bizar, was, were, shall, will, sonra do, does, did, sonra nə ola bilər? Have ola bilər, has ola bilər, modalların özü ola bilər, qabağa keçsin. Köməkçi feil bunlardır. Bax, burada does köməkçi feildir, present simple. Does'dan sonra gəlməlidir mənim mübtədam. Nə? Bu kompüter. Elə cavab budur. Cost burada dəyərində olmaq, dəyəri olmaq deməkdir. Cost feildir. Feilin mənim mübtədadan sonra gəlməlidir. Yəni birinci this computer olub, sonra cost olmalıydı. Burada da bax this computer, sonra da cost feilim gəlib. Cavab oldu A bəndi. Bütün xüsusi sualları bu düsturunca tapa bilərsiniz. Keçək 14-də. Bunu elə cavabdan da baxırıq. Neither norla işlənir. Neither or deyil, nordur. C bəndi getdi. Either orla işlənir, getdi. Both and-lə işlənir, getdi. Either da orla işlənir, getdi. Və neither nor olur. Baxaq. It is a pity that he learned neither French nor English. Deyir, təəssüf ki, o nə fransız dilini, nə də ingilis dilini öyrənməyibdir. İndi it is a pity-ni buradan yadımıza salırıq. It is a pity-ni biz artikelda keçmişik. It is a pity. Ə artikli var burada. Bunu unutmuruq.
15-ə baxırıq. How many loaves of bread was sold? Bu güman küzlaşmadır. How many-dən sonra cəm isim gəlibdir. Ofun qabağında deməli cəm isim varsa, mən burada was yox, were görməli idim. Biri çıxıram, bir səhvdir. Sonra a loaf of bread. Ofun qabağında tək isimdir, was görmüşəm. 2 düzgündür. Two loaves. Ofdan qabaq cəmdədir, were veribdir. Deməli 3 də düzgündür. There was different sorts. Sorts cəmdədə axı uşaqlar was ola bilməz. Cavab 2, 3-dür, C bəndi. 16-ya baxıram. So feili gördüm və tamamlıq görmüşəm. Mən sizə nə demişdim? So feil 1-dir. Him bizim tamamlığımızdır. Bizim gəlməlidir. Feil 2-miz gəlməlidir. Və sizə demişdim ki, feil 2 heç bir zamana düşməz. Deməli, feil 2 boşdur burada. Baxın, feil 2 boşdur. Zamana düşmür. Have entered zamanda indiki bitmişdi, getdi. Was enterik davam edəcək, getdi. Çünki mən bura gətirib zaman qoya bilmərəm axı feil 2-nin yerinə. Entered-də keçmiş zamandır, getdi. Bu bir hissədə nə var? To enter-lə deməli nə qaldı? To enter-lə enter feili qaldı. Burada da mənim C feilim, biz kompleks obyektdən bilirik ki, ikinci qrup feildir. Özündən sonra ya ing-li feil istəməlidir ya da çılpaq. Burada da to var, B bəndi. To üçüncü qrup feillərdədir. C isə ikinci qrup feildir. If you want to be healthy, əgər sağlam olmaq istəyirsənsə, you to eat a lot of fruit and vegetables. Sən deyir, gərək yeyəsən çoxlu meyvə və tərəvəzləri. Mənim burada tum var. Need-dən sonra to gəlməz, can-dən sonra gəlməz. Haven't deyə bir modal ingilis dilində mövcud deyil. Ought to və has to ola bilər. Mən sizə demişdim, modal testi işləyəndə nəyə fikir verin? To ilə işlənib işlənməməyinə. Zamanların bir-birindən 2 cümlə olar birdən uzlaşarmı, uzlaşmazmı? Ona baxmalısınız. Və yaxud da zaman zərfi ola bilər cümlədə, ona baxmalısınız. Daha sonra tərcüməyə baxmalısınız. Bir də baxmalısınız, şəxsi düzgün uyğunlaşdırıbmı? Məsəl üçün, burada you veribdir. You-da has to olar, olmaz. Amma has to ilə işlənər. Birdən gəlib gördünüz, to-nu has götürdünüz. Olmaz axı, you ilə has olmur. Diqqətli olun. C də getdi. Qaldı ought to, B bəndi. Burada last year ən asandıdır. Keçmiş zaman. Feilim leave, tərk eləməkdir. Bunun keçmişi olur left, A bəndi. Burada 19-da bizə məhcul növə çevirmək veribdir. Qalan hissəsi o bir tərəfdədir. Baxaq bura birinci. Cümləm hansı zamandadır? We mübdəda use. Sadə feil gəlib. Yəni mübdəda üstə gələk xəbər. Bu oldu present simple-da. I use, you use, he, she, it uses, we use, you use, they use. Deməli, burada present simple-dur. Düsturum necə olmalıdır? Am, is, are, verb axtarmalıyam. Mənim tamamlığım vim atılmalıdır. Electricity tamamlıqdır. Feildən sonra gəlibsə tamamlıq olur, bunu da bilirik. Electricity gəlməlidir mübtədanın yerinə. Baxağım. Deməli, bir də has been verib, lazım deyil. Was verib, bizə lazım deyil. Used to verib, lazım deyil. Is verib, ikisində də, amma burada is been var uşaqlar. Cavab C bəndidir. 20-yə baxırıq, bu nida cümləsidir. Nida cümləsində belə bir düstur verim sizə. Votun düsturu necədir? Vot üstə gələk. Ehtiyac varsa ən artikelları. Üstə gələk. Sifətimiz, üstə gələk isimimiz. Baxın, sifət üstə gələk ismin işlənməyi şərtdir ha. Ən ola da bilər, olmaya da bilər. Sifət üstə gələk isim, üstə gələk mübtəda, üstə gələk xəbər. Bir də var how-nun düsturu. How üstə gələk ya sifət olmalıdır how-dan sonra, ya da zərf olmalıdır. Hansındansa biri. Üstə gələk gəlməlidir nə? Z artikellı isim və yaxud da başqa bir mübtədamız ola bilər bizim burada. Əvəzlik filan fərq yoxdur. Üstə gələk xəbər. İstənilən vəziyyətdə ikisinin də axırda nə gəlir? Mübtəda üstə gəl xəbər. İndi baxın, birincidə it is veribdir. It is veribdir. It is düzgündür. Vota baxaq. Vot, an article, emotional speech. N-də speech-dən uzlaşır. Sifət isim var. Deməli, bir düzgündür. How-dan sonra emotional z speech is olmalıdır. Çünki z artikli yoxdur ismin qabağında. Orada z isim olmalıdır. Deməli, 2 də səhvdir. What emotional speech is it deyil burada. It is olmalıydı. Bu da buna görə səhvdir. Amma 4-də z speech verir. Baxın, how üstə gələk emotional bizim sifətimiz. Sonra gəlir z-li isimimiz. Mübtəda funksiyasında z speech. Sonra da is xəbərimiz. Cavab onda olur 4-lə 1 səhv eləmirəmsə B bəndidir. 20-ə baxırıq. Only. Only-dən sonra nə gələr? A few, a little, bir də some. Bizdə də var burada a little, a bəndi, bir də a few var. Some yoxdur. Qalanları işlənə bilməz. Baxırıq nəyə? Countries cəmdə olduğu üçün only a few, C bəndi. Only a few countries in the world are ruled by kings. Dünyada yalnız bir neçə ölkə krallar tərəfindən idarə olunur deməkdir. Rule burada idarə etmək mənasıdır. Run'ın da idarə etmək mənası var. Bunu da biləsiniz. In Britain, drinking tea is more common than drinking coffee. İkisində də çıxaq olur. Çünki bizə ümumi məlumat verir ki, Britaniyada çay içməkdənsə, kofe içməkdənsə çay içmək daha common, ümumi bir hal alıbdır.
Sonra baxın, mətndə bəzi sözlərə baxmaq istəyirəm sizdən. Bax, burada qoy görüm hardaydı. Bax, bu söz filantropist. Bu xeyriyyəçi deməkdir. Consider to, hesab eləmək deməkdir. To ilə işlənir. İdi verib burada. Consider to. Sonra investor sözü uşaqlar, sərmayəçi, yəni sərmayə qoyan adam, pul yatırım eləyən adam. Successful uğurludur, bilirsiniz. Sonra burada nəyə baxaq? Hə, bunu demək istədim sizə. Graduating from. Bax, AT olur söz. From sözünündən işlənir. Yadda saxlayın, from. Sonra başqa nəyə baxaq burada? Charitable. Xeyriyyə, yəni xeyriyyə deməkdir. Xeyriyyə fondları. Charitable. Burada dəniyyət sözü də var idi. Hardaydı bilmədim. Announce var burada. Məsəl üçün, elan eləmək deməkdir. Decide, baxın, to ilə işlənir. Yadda saxlayın. Health, sağlamlıq deməkdir burada. Issue, məsələ deməkdir. Uşaqlar, issue sözünü yadda saxlayın. Bu çox düşür. Issue, məsələ. Sonra effort sözü nədir? Effort nə deməkdir? Cəmdə veribdir. Effort, cəhd deməkdir. Sonra page sözü, payı, səhvə deməkdir. Sonra burada investment var. Investment, sərmayə. Yəni, o yatırılan pul. Amma investor, or var sonunda. Sərmayə qoyan adam. Investment, bu sərmayəçinin qoyduğu pul investmentdir. Sərmayədir. Bir də var invest, bu da feildir. Sərmayə qoymaq deməkdir. Burada education, təhsil deməkdir. Sonra focus onunla işlənir. Concentrate onunla işlənir. Bunu yadda saxlayın. Burada percent sözü faiz deməkdir uşaqlar. Faiz. Increase. Increase artmaqdır. Decrease azalmaqdır. Amount miqdar, məbləğ deməkdir. Accept bilirsiniz, qəbul eləmək. Baxın, reject sözü nədən yaranıbdır? Reject imtina eləməkdir. Rejection imtina. İsim formasıdır. Sonra administration da administrasiya deməkdir. Award mükafat deməkdir. Burada feil kimi verib awarded mükafatlandırıldı. Məşğul növdədir. Believe nədir? Burada inanmaqdır. Normalda nədən işlənir? In sözünündən işlənir. Spend time on. Baxın, spend time onla işlənir. Vaxtını keçirmək deməkdir. Spend time on sözünündən işlənir. Spend time on. Sonra burada nə var? Məncə bu qədər kifayətdir.